Nigar, gel bura. 43 il. 43 ildən sonra Nigar, bura bir nəfər gəlib. Nigar mənim bacımdır deyir. Nigar mənim bacımdır deyir. Qardaşlar və bacı gəlir. Hər 3 il, 43 il bundan əvvəl mənim bacım uşaq evinə qoyulub. Bacımı atamla mən apardıq uşaq evinə qoydum. Anamız. Nigar 56 günlük olanda anamız dünyasını dəyişdi. Ondan sonra uşaqları bir neçə uşaq evinə yerləşdirildi. 56 günlük Nigarı da qoyduq körpələr evinə. Və sonra atam 3-cü dəfə ailə qurdu. Geri gəldik. Ailə qurandan sonra bütün qardaş bacılarımızı geri götürdük. Amma Nigarı qoyduğumuz uşaq evinə gəldik. Dedilər ki, Nigar ölüm. Hoş gəlmişsiniz. Böyük qardaşı dinləyəcəm. Böyük qardaşı dinləyək. Qardaşam deyən şəxs daha doğrusu. Mikrofonu vermişik. Sakit deyil ki, Nigar mənim bacımdır. Sakit bəy, mikrofonu götürün və danışın. Bəli. Akşamınız xeyir olsun. Axşamınız xeyir olsun. Sakit bəy birinci həyat yoldaşından, atasının birinci həyat yoldaşından olan övladıdır. Ən böyük qardaş. Buyurun. 1987-ci il oktyabr ayında atamın axırıncı qızı, yəni mənim bacım doğulub. Nigar yəni. 56-cı günündə anası həyatdan köçüb. Aha. Mən o zaman Ukraynada yaşayırdım. Gəldim, dəfin kəfin elədik. Üzüzdən raq cəm ölənlər üzə Allah rəhmət eləsin. Bir 10 gün müddət sonra 2 nömrəli uşaq evinə mən, rəhmətli bibim, rəhmətli atam, üçümüz gətirdik o uşağı 2 nömrəli uşaq evinə yerləşdirdik. Ondan böyük bacı qardaşım 6 uşaq idi. Qızları saxlamışdıq özümüzdə. Oğlan 7 yaşı var idi. Onu Mərdəkandı, estağfurullah. Məştağı idi, Nardaran idi. Orada internat məktəbinə qoyduq. İkinci qardaşım 3 yaşı var idi. Onu da qoyduz. Üçüncü qardaşım da elə yanımda duran Eldar. Eldarı göstərək. Eldar. Onları da bir körpə uşaq evinə diploma qoyduq da o mənim fikrimdən çıxıb artıq. Atam ailə qurandan sonra getdiniz uşaq evlərinə. Nigarı soruşanda nə dedilər? Nigarı soruşanda atama xəbər ediblər ki, uşağın ölüb. Yaxşı, indi gəlin bir şey deyim, Sakit qardaş. Can. Sizin dediyiniz tarix və Nigarın dediyi tarix, doğum tarixləri arasında fərq var. Bu necə ola bilir? Siz deyirsiniz doğum tarixini mi dəyişdiriblər? Mən elə başa düşürəm, mən ilk gündən elə mən özüm ictimaiyyətləşdirdim, ona görə ki... Gələ bilərsinizmi bura? Sizi bura dəvət eləmək? Ola, niyə gələrəm? Sakit bəy, gələ bilərsinizmi bura? Gələrəm, buradayım. Qeyd edeyim ki, Nigarla bağlı sənaqdarlamın araşdırması zamanı 4 ailə çıxdı qarşımıza. 4'ü də Nigar mənim qızımdır, bacımdır, bibimin qızıdır və s. və ilaxır. Buyurun gəlin, biraz sürətlə. Mən çox istəyirəm ki, Nigarla Sakit bəy üz-üzə gəlsin. Məhərrəm, geri çəkilə bilərsən, icazə ver. Buyurun Sakit bəy. ailəsindən doğulan
uşaqdır Sakit, amma burada bir məqam var. Məqam odur ki, Nigarın doğum tarixi ilə Sakit kişinin dediyi doğum tarixi arasında fərq var. 43 il əvvəl uşaq evinə qoyulubdu Nigar. Ailəsini, bioloji valideynlərini axtarır, amma bununla bitmir gələnlərin sayı.